Bağçada şiddət. Müəllim 3 yaşlı uşağın əlinə dağ basdı. Valideynin iddiasına görə 273 aylı bağçada uşaq müəllimi tərəfindən döyülür. Daha sonra müəllim bıçaq isidərək onun əl və barmaq nahiyələrinə vurur. Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov həmin hadisə ilə bağlı məsələyə münasibət bildirir. Onun sözlərinə görə, məsələ Bakı Şəhər Təhsil İdarəsi tərəfindən dərhal araşdırmaya başlanılır. Stat: Hazırda Bakı Şəhər Təhsil İdarəsində həmkarlarımız bu məsələ ilə məşğuldurlar. Qurum bizim yerli bölməmizdir və araşdırmanın nəticələri barədə yekun məruzə təqdim edildikdən sonra müvafiq qərarlar qəbul olunacaq. Statın sonu. Eşqi Bağırov vurğulayıb ki, fakt təsdiqini taparsa, məsul şəxs barəsində ciddi tədbirlər görüləcək. Hadisədə cinayət tərkib olarsa, bu halda hüquq mühafizə orqanlarına da müraciət ediləcək. O əlavə edib ki, qurum tərəfindən də paralel şəkildə araşdırma aparılacaq və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.